Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin mərkəzində Abidə Kurğu deyilən əraziyə yaxın olan ərazidə yoldan hardasa 20 metr məsafədə bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Gördüyünüz kimi bu evin həyət yanı sahəsidir. Həyətinə düzdür, maşın girməsə də, amma bir dənə darvaza qoyulsa, rahat həyətinə maşın daxil ola bilər. Bunu nəzərinizə çatdırım, amma yola çox yaxın yerdə, mərkəzdə yerləşir. Gördüyünüz kimi həyət yanı sahəsindən tanış olduq. Həyətində əlavə deyəndə, həyətində bu sanuzel hissəsidir. Gördüyünüz kimi sanuzel düzdür, həyətdədir. Amma evin içinə salmaq mümkündür. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Demək, qapı oradandır. Buranı aranı belə kəsirsiniz, bax belə bir hissədən. Qapını buradan qoyub, dəhliz kimi verib birbaşa sanuzel evin içinə salmaq mümkündür. Keçən indi evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Evin kürsüsü də olmasa, amma dəmişlik olmayan ərazidir, qupquru ərazidir. Əvvəl kürsüsü olub, sadəcə yol qalxdığına görə kürsü itib. Nəzərinizə çatdırırım, girən kimi burada böyük bir xoldur. Xolda burada da elə bir zal studiya kimi nəzərdə tutulub. Gördüyünüz kimi burada mətbəx mebelləri zaten hamısı yığılıb, təzə mətbəx mebelləridir. Döşəmələri istif oldu, ayaq altları istif oldu. Keçən indi evin burada bir yataq otağıdır, gördüyünüz kimi. Bura yataq otağıdır. Buradan daxil oluruq. Bura bir qonaq otağıdır, ayrıca qonaq otağıdır. Buranın bir dənə laminatı qalıb, amma əslində buranı da istifol eləyib ev sahibi. Yəni bu nəzərinizə çatdırım, nəmişdə yoxdur, qupquru yerdir. Sadəcə gördüyünüz kimi sadəcə bir dənə laminatı yoxdur. Onda ev sahibi də onu özü vurub verə bilər, təhvil verə bilər. Burada da yenə əlavə bir yataq otağıdır, hörmətli izləyicilər. Gördüyünüz kimi də hardasa təxmini bir 14 kvadratlıq bir yataq otağıdır. Baba. Ay can, yataysan. Hə, yaxşı. Allah saxlasın. Gördüyünüz kimi evdə zalı da hardasa 24-26 kvadrat olar. Gördüyünüz kimi hörmətli izləyicilər, ev haqqında bütün məlumatlarını verdim. Ev sahibi getdikcə belə təmir edib. İndi müəyyən səviyyələrə görə yenə də yağın ki, buranı təhvil verib, təmir edib, təhvil verəcək. Hörmətli izləyicilər, kimlər evi satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da seç al əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, evin qiyməti start 95.000 startdır. Yerinə görə mərkəzdə, yola yaxın yerdə, ərazidə yerləşir. Abidə Kurğuna yaxın yerdə yerləşir. Qiyməti 95.000'dir. Real alıcı olsa endirimi olacaq, birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Kişi bala, bura bax bir dənə. Əl elə belə. Əl elə. Ay sağ ol.